Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bugün dünyada baş verenler büyük bir həqiqətə aydınlıq gətirdi. Bu həqiqət bundan ibarət idi ki, bütün dünya insanları gördü ki, zülmün, istibdadın, müstəmləkənin qarşısında duran yeganə qüvvə, durmağa qadir olan yeganə məktəb İslam və onun Əhl-i Beyt məktəbi, İmam Hüseyin əleyhissalamın məktəbidir. Bu xalq rəhbəri şəhid edilmiş xalqdır. Bu xalq sərkərdələri, generalları öldürülmüş bir xalqdır. Amma onlar bugün meydandadılar. Onlar bu təhdidlərə baxmayaraq ən müasir raketlərin ateşi altında küçələrə çıxıb öz azadlıqları uğrunda mübarizə aparmağı bacaran bir xalqdır. Bu xalqı vəziyyətə gətirən onların qəlbindəki İmam Hüseyin eşqidir. Onların İmam Hüseyin məktəbindən dərs götürməsidir. Bütün dünya bugün bunları hesablayırdı. Bunları üzərində işləyirdi ki, İmam Hüseyin məktəbi doğrudan da belə bir qüvvə yetirir. Ona görə də İmam Hüseyin məktəbinə qarşı böyük hücumlar başladı. Ona görə bu günləri uşaqlar Aşura mərasimlərinə, İmam Hüseyin əzadarlıqlarına buraxılmırlar. Ona görə böyük güclər insanların əlindən İmam Hüseyin məktəbini almaq istəyirlər ki, onları kölə vəziyyətinə salsınlar. Onlar çox gözəl bilirdilər ki, İmam Hüseyin məktəbindən tərbiyə alan xalq bu cürünə küçələrə çıxıb öz azadlıqlarını, öz müstəqilliklərini müdafiə eləyəcəklər və heç bir köləlik zəncirini boyunlarına almayacaqlar.